Salam əziz izləyicilər. Bugün sizə qış süfrələrimizin bəzəyi olan tam təbii yaqut rəngli zoğal kompotu hazırlayacağım. Bunun üçün ilk növbədə bağımıza düşüb ağacdan tərtəmiz zoğallarımızı yığırıq. Yığdığım zoğalları bol suda təmiz yuyuram. Kompota gözəl ətir qatan ətir şahlarımızı da yuyuram. Təmiz sterilizə olunmuş aroma bankalarımı da gətirirəm. Hər bankaya videoda göstərdiyim qədər zoğal əlavə edirəm. Ətirşahdan da hər bankaya 2-3 yarpaq tökmək kifayətdir. İndi isə gəldik şəkər tozuna. Videoda göstərdiyim kimi mən 1 stəkandan 2 barmaq aşağı şəkər tozu əlavə edirəm. Hər bankaya eyni miqdarda şəkər tozu əlavə etdim. İndi isə keçirik bankalarımızı su ilə doldurmağa. Qaynamış suyu hər bankanın ağzına qədər doldururuq. Və beləcə bankalarımız su ilə dolduruldu. Mən kompotların heç birini qaynatmadım. Sadəcə qaynar su ilə doldurub ağzını qapaqla möhkəm bağlayıram. Budur, artıq kompotlarımız hazırdır. Qapaqlarını möhkəm bağladıqdan sonra şüşələri bu cür o yan bu yana çevirirəm ki, isti suyun içərisindəki şəkər tozu tam ərisin. Həm də zoğalla ətirşahın ətri, dadı suyuna tam çıxsın. Həm dadı, həm də faydaları ilə qış aylarında süfrələrimizin bəzəyi olan zoğal kompotumuz artıq tam hazırdır. Gördüyünüz kimi rəngi də çox gözəl çıxıb. Əgər resepti və videonu bəyəndinizsə, videonu bəyənməyi, kanala abunə olmağı və fikirlərinizi bölüşməyi unutmayın. Hazırlayacaq olan hər kəsə nuş olsun. Növbəti videolarımızda görüşənə qədər.